Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevəyə, Ədliyyə Naziri Fərid Əhmədova, Kənd Təsərrüfatı Naziri Məzlum Məmmədova, Baş Nazir Əli Əsadova üzümü tutaraq müraciət edirəm. Cənab Prezident, illərdir ki, əlimdə məhkəmə qətnamaları, gəzmədiyim qapı qalmayıb. 83 dəfə qəbul keçirmişəm dövlət qurum rəhbərlərinin. Onun 10-12'si sizin prezident administrasiyasında Fuad Ələsgərov, Şahmar Möhsüov şəxsən may ayının 6-sında şəxsən yenə də Fuad Ələsgərovun şəxsən özü ilə görüşdüm. Lakin mən bugünkü günə qədər mənim əlimdə məhkəmə qətnamaları qapı-qapı gəzirəm, baxan yoxdur. Nazirlər Kabineti borclu olan qurumu Ekologiya Nazirliyindən alır, verir Kənd Təsərrüfatı Nazirliyinə, Ekologiya Nazirliyi Nazirlər Kabinetinin qərarını saymır. Burada mənim günahım nədir? Demək, dövlət qurumlarının istədiyi kimi dövlətin əmlakın yeməyə gücləri çatır, ixtiyarları çatır. Qanun bunu yol verir, amma dövlətin adından çıxardılan məhkəmə qətnamaların icra etməyə bunların pulları yoxdur. 3 dəfə mən son vaxtlar Baş Nazirlikdə, Nazirlər Kabinetində qəbulda olmuşam. Yaqub Eyübovun da qəbulunda oldum aprel ayında, aprel ayının 1-dən. Lakin Cənab Prezident, Azərbaycanda bütün qanunlar işləyir, bir dövlətin qanunlarından başqa. Vətəndaşın ziyanlı olan hər bir qanun işləyir. Hər bir qanun işləyir. Amma vətəndaşın xeyrinə olan qanunlar işləmir. Dövlətin adından çıxardılan məhkəmə qətnamaları işləmir. Bunu kimlər əzirlər? Bu dövlətin adından çıxardılan qanunları kimlər əzir? Dövlət məmurları, vətəndaşlardan fərqli olaraq. İllərdir ki, mən üzümü 1000 dəfə bəlkə sizə tutmuşam, müraciət eləmişəm, şikayət məktublarından, elektron müraciətlərlə, Mehriban xanımın köməklərinin, keçmiş Ədliyyə Naziri, indi Ədliyyə Naziri. Lakin bugünkü günə qədər heç bir xeyri yoxdur. İndi yazırlar ki, Ədliyyə Nazirinə yazırlar ki, iş tapşırılıb Ekologiya Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, bir də Kənd Təsərrüfatı Nazirliyinə. Yəni bu 3 dənə nazirlik birləşib bir dənə dövlətin qətnamalarını icra edə bilmirlər. Biz dərdimizi kimə deyək, Cənab Prezident? Bir dənə dövlətin rəhbəri sizsiniz, biz sizə üzümüzü tuturuq deyirik. Mehriban xanımdır vitse-prezident, ona deyirik. Üzümüzün məktublarını yazırıq, bildiririk. Ədliyyə Nazirliyidir, bildiririk. Ali məhkəmənin sədridir, məhkəmə qətnamalarından cavabdeh olan şəxslər kimi Ədliyyə Nazirliyi, Ali məhkəmənin sədri qəbuluna gedirik. Ekologiyanın bütün ambusmandır, nəzarət edir, baxan yoxdur. Biz dərdimizi kimə deyək? Bizə bir yol qoyun. Onda biz gəl belə eləyək ki, vətəndaş olaraq Azərbaycan Respublikasının qanunlarının icra olunmağına ötürü biz xarici ölkənin rəhbərlərinə müraciət eləyək, Trumpa müraciət eləyək, eləyəcəm də elə. Trumpa müraciət eləyək, nə bilim Macrona müraciət eləyək, Paşinyana müraciət eləyək, Pezeşkiyana müraciət eləyək, Netanyahuya müraciət, kimə biz müraciət eləyək, Cənab Prezident? Axı Azərbaycanda sizsiniz, dövlətin rəhbəri sizsiniz, bu məhkəmə qətnamalarından cavabdeh olan şəxs sizsiniz. Bu hansı konstitusiyadan götürüb ki, o konstitusiyadan götürüb ki, siz Cənab Prezident keçəndə həmin konstitusiyaya basıb and içmisiniz. Amma lakin sizin qoyduğunuz dövlət qurum rəhbərləri, nazirlər həmin konstitusiyanı tapdarırlar. Burada bizim günahımız nədir? Deyirlər vətəndaş, biz vətəndaş işləyir, əlimizdəkiləri də alıb veriblər, götürüb mənimsəyiblər. Bunların şərəfi yoxdur, qeyrəti yoxdur, yəni bunların kişiliyi də yoxdur heç olmasa, dini yoxdur, bunların kişiliyi də yoxdur ki, biz oturmuşuq vəzifədə, vəzifəmizi icra edək, dövlətin qətnamalarını, onsuz da milyardları biz yürüyük də, Azərbaycanın bütün sərvətini bunlar, onsuz da məmurlar dağıdırlar. Biz vətəndaşlara niyə zülm edirlər bunlar, Cənab Prezident? Nə üçün biz dərdimizi kimə deməliyik? Xahiş edirəm, Cənab Prezident, səsimizə heç olmasa bir dəfə səs verin, bir dəfə dəftərxanadan məclisə olunan müraciətlərə baxın, Cənab Prezident. Mənim döymədiyim dayı qapı qalmayıb. Bir dənə Allahın yanına çıxmamışam, bir də sizin qəbulunuza getməmişəm. Əstəğfurullah, nəuzubillah. Dərdimizi biz kimə deyək, Cənab Prezident? Nə vaxta qədər biz sürünəcək? Nə vaxta qədər biz vətəndaş olaraq sürüm çəkəcək? Nə vaxta qədər məmurlar bizi əzəcəklər? Niyə baxan yoxdur bu dövlətin? Bu dövlətin qanunlarına niyə baxan yoxdur? Kim baxacaq? Kim? Cənab Prezident, sizdən sual edirəm. Bir dövlət rəhbəri ki, mənə bir sualıma cavab versinlər. Sizin nümayəndələr ki,
kim icra edəcək bu dövlətin qanunları? Tapdalanan qanunları kim icra edəcək? Sayılmayan məhkəmə qətnamalarını kim icra edəcək? Bunlar demək istədiyi kimi Azərbaycanın sərvətini yeyə bilərlər, talaya bilərlər, vətəndaşın cibinə də girə bilərlər. Ən azından heç olmasa dövlət bir dənə bu vətəndaşın yanında bir dəfə olub məhkəmə qətnamalarının vətəndaşın xeyrinə çaladır. Niyə icra olunmur? Niyə mən bir belə qəbullara getdiyim halda bugünkü günə kimi mən məsələmin həllini tapa bilməmişəm? Sizin də qabınıza düşmək mümkün deyil. 1000 dəfə yazmışam, mümkün deyil. Bizim rayonlara da gəlmişsiniz. Rayonlara gələndə də imkan vermirlər sizə bir dənə məktub çatdıraq. Dəfalarla istəmişəm sizə məktub vermək. Xeyri olmayıb cənab prezident. Buraxmayıblar. Ya yolda tutub bizi saxlayıblar, ya mümkün olmayıb sizə bir dənə məktub vermək. Ən azından bir dəfə dəftərxana sizin nümayəndələr qulaq assınlar, bir dəfə dəftərxana maraqlansınlar ki, vətəndaşlardan olunan müraciətlər, şəxsən Abdullayev Azər Zadiloğlundan sizə minlərlə müraciət olunub cənab prezident, minlərlə, tək sizə yox, bütün dövlət qurumlarına, bütün dövlət qurum rəhbərlərinə, Ədliyyə Nazirliyinə, İcra Baş İdarəsinə, Ombudsmana, Baş Nazirə, digər dövlət qurumlarına, məhkəmə qətnamaları nə icra edirlər, nə icra propassiya şöbəsi bunu icra edir, nə də Ədliyyə Nazirliyi buna göstəriş verir ki, bu icra olunsun. Nə üçün olunmur? Dövlətin pulu yoxdur. Dövlətin məmurlarının, nazirlərin yeməyə imkan var, pul var, vətəndaşa verməyə pul yoxdur. Dövlətin qanunların, dövlətin məhkəmə qətnamalarını icra etməyə dövlət qurumunun, nazirliklərin pulu yoxdur. İllərdir ki, məni süründürürlər. Bu zülmü Allah götürər, Allah bunların balasını versin. Allah bu məmurların balasını versin. Dövlətin pulunu yiyib, vətəndaşa istəməyən Allah balasını versin bu məmurların.